Tibor yaxınlaşır. Qapıya zərbə və qapı dirəyindən qayıdır. Təkrar zərbə və gol! Şoca Xəlilzadə kapitan hesabı bərabərləşdirir. 1-1 51-ci dəqiqədə hesab bərabərdir. Sevinmə sırası Qızıl Qurtlardadır. Və azarkeşlərə fikir verin. Ekran qarşısında olan İdman TV'ni izləyən milyonlarla azarkeşi də sevincə qərq edir. Şoca Xəlilzadə. Təbii ki gol yoxlanacaq, amma ilk baxışdan hər hansı bir qayda pozuntusu gözə dəymirdi. Epizodun təkrarına bax. Tibor Aliloviç zərbə qapı dirəyindən geri qayıdır. Burada isə Şoca Xəlilzadə kapitan topu tora qovuşturdu. Bəli, gol qərarı verildi. Əslində bunu bu qədər uzatmağın heç bir mənası yox idi, amma traktorun oyunlarında adət edilir. Onsuz da İran çempionatında kifayət qədər komandanı haqsız qərarlar olur. Bunu son iki turda yeteri qədər görmüşük.